minimumda olsa dinə hörməti saxla, axırda dinin güclənəcək, imanın güclənəcək. Eybi yoxdur, nəfs səni aldadır, nəfs səni aldadır. Amma üzrxahlıq budur ki, hörmətsizlik eləmirəm Allah sənə, bacarmıram sadəcə. Üzrxahlıq budur. İlahi, bunu hörmətsizliyə yazmaya, mən sadəcə bacarmıram. Üzr istəyirəm, yəni hörmətsizlik eləmədim sənin dinivə, hökmüvə. Sən hökm demisən axı. Sən demirsən ki, bunu eləmək olmaz, mən gedib eləmişəm. Üzrxahlıq nədir? Yəni ki, xahiş edirəm, bunu hörmətsizlik kimi qəbul eləmə, üzr istəyirəm. Allah rəhəmlidir, iki gözləntisi var bəndəsindən. Bir, nemət verdi, təşəkkür elə. Günah elədin, dinən qələt eləmişəm. İki dənə şey. Allahın iki gözləntisi var insanla. Neymətə görə təşəkkür elə, bu özü bir hörmətdir. Çox sağ ol deyirsən. Günah da elədin, istiğfar elə, dinən üzr istəyirəm. Kim cəhənnəmə getsə, günah elədiyinə görə yox, bilin ki, günah eləyib, üzr istəməyib. Kim cəhənnəmə getsə, üzr istəməyib deyə cəhənnəmə gedib. Üzr istəməyib deyə. Cəhənnəm günahkarların yeri deyil. Cəhənnəm üzr istəməyən günahkarların yeridir. Günahkardan bircə üzr istənilirdi ki, üzr istə. O da sındırmaq üçün yox, ədəb göstər, hörmətli ilə ilahi hökm və hörmət edirəm. Qələt elədim, üzr istəyirəm. Mən bəndənəm, zəifəm, bacarmadım. Şeytan gəlir amma qulağıma deyir ki, axı nə qədər günah üzür, günah üzür. Mənası yoxdur da, bəsdir. Nə qədər üzr istəyəcəksən? And verirəm bu Ramazan ayına qulaq asmayın şeytana. Qulaq asmayın. Şeytanın sözüdür. Nə qədər günah sonra üzür, şeytanın sözüdür. Bəli, özün o sözü deyə bilərsən, ged Allahın qapısına, dinən ki, nə qədər olar, eyni günah, eyni üzür, nə qədər olar, yorulmuşam nəfsimin əlindən, amma yenə də ilahi sənə pənah gətirmişəm, və bunu deyim, sənə pənah gətirmişəm, yenə də səndən başqa qaçacaq yerim yoxdur, səni qoyum hara gedim? Bəli, şeytan mənə deyir, nə qədər olar günah, eyni günahdan tövbə, da bəsdir tövbə elədir, mən onun sözünə qulaq asmıram. Amma gəlib oturmuşam sənin hüzurunda, mən də deyirəm, ilahi yorulmuşam nəfsimin əlindən, nə qədər olar eyni günahdan, eyni tövbə. Amma yenə də sən əlimdən tut. Allah əmrinə ən minimum hörmət tövbədir, üzrxahlıqdır, üzr istəməkdir.